Banka borcu olan şəxs təqaüdçüdür. Onun aldığı pensiya və banka olan borcunun miqdarı isə eynidir. Pensiyanı bank borcuna verən şəxsin dolamaq üçün pulu qalmır. Son günlər redaksiyamıza bu cür müraciətlərin sayı artır. Vətəndaşlar bildirirlər ki, aldıqları pensiyanı tam olaraq bank borclarına verdikləri üçün dolamaqda çətinlik çəkirlər. Bəs görəsən bu halda həmin şəxslər hansı addım atmalıdırlar? Banka olan borcdan yaşayış minimumunun çıxılması mümkündürmü? Məsələ ilə bağlı bank məsələləri üzrə ekspert iqtisadçı Əkrəm Həsənov konkret azı açıqlamasında bildirib ki, qanunvericiliyə görə hər bir şəxsin gəlirinin yarısı bütün borclarına görə tutula bilər. O cümlədən təqaüdçünün də pensiyasının yarısı tutula bilər. Belə bir müddəa var ki, yaşayış minimumunu şəxsi təmin etməlidir. Bununla bağlı dövlət orqanlarına da müraciət etmişdim. Yaşayış minimumu hər bir halda saxlanılmalıdır. Qanun deyir ki, 50%-dək pul tutulmalıdır. Yəni az məbləğdə də pul tutula bilər. İqtisadçı qeyd edir ki, yaşayış minimumu mütləq saxlanılmalıdır. Amma təəssüf ki, dövlət orqanları vətəndaşın bu hüququnu təmin etmir. Bu praktikada da belədir. Mən bu addımı konstitusiyaya zidd hesab edirəm. Çünki konstitusiyaya görə insan haqlarının müdafiəsi dövlətin ali məqsədidir. Yəni yaşayış minimumu da insan haqqıdır. Təəssüf ki, dövlət orqanlarının və məhkəmələrin təcrübəsi fərqlidir deyə o əlavə edib.